O duyğularla dolu və unudulmaz mahnıların müəllifidir. Musiqiləri insanların qəlbinə yol tapsa da, ürəyində daim bir sükut vardı. Yaradıcılığında böyük uğurlar qazandı, amma şəxsi həyatında eyni xoşbəxtliyi tapa bilmədi. Reallaşmayan arzularının ağrısı ilə bu dünyadan küskün köçdü. Söhbət xalq artisti, sevimli bəstəkar Elza İbrahimovadan gedir. Həmişə kədərlənirəm, belə deyəsən. Mən üçün ağır bir zərbədir. Məndən soruşurlar hərdən Mərçingiz müəllim, siz heç vaxt saqqalı olmayıb axı sizdədir. Nə xəbər sizə saqqalı olub? Mən deyirəm, o saqqalı səmimi deyirəm, yəni xoşlamadım artıq söhbətə düzdür. Heç vaxt bunu demirdim. Amma siz o sual verdiniz. Bacımı itirəndə o saqqalı mən 40 gün keçəndən sonra mən onu dəymədim. O vaxtdan 12-ci ildən bugünə qədər həmən saqqaldır. Çünki mən özümü çağıran toylarda da mən oynamamışım. İndiyə qədər, yəni mən bu səmimi deyirəm. O cür şəraitdə, o cür mühitdə qalanda, mən insan kimi qalanda, mənim üçün daha rahatdır yaşamaq. Elə bil ki, bacım köçmüyor bu dünyadan. 2 dənə bacım idi, ikisi də gözəl idi. Amma bu bacımla, yəni mən elə bir ki, bütöy bir, indiyə qədər bütöyəm. Heç o söz demərəm, indi olmasın. Bütöyəm, yəni indiyə qədər. Yəni çox insan kimi çox gözəl bir insan idi. Xanım kimi çox gözəl, belə yaraşıqlı xanım idi. İstidadlı, fitri istidadlı Allah hər şey bunu vermişdi. Həm də əsas məsələsi heç vaxt o baxmayaraq ki, 2 dənə qızıl paqonu olan xanım çox sadə idi, olduqca çox. Elza İbrahimova uşaqlıqdan demək olar ki, musiqiyə çox böyük meyl göstərirdi və yaradıcılığa. Adətən hansı bir, məsələn, mütəxəssis haqqında danışanda, yaradıcı adam haqqında danışanda hər zaman düşünürsən ki, necə oldu ki, bu yazıcı oldu ya da ki, bəstəkar oldu. Və mütləq sən onun həyatına nəzər salırsan, o mühitə ki, orada böyüyüb. Mən deyə bilərdim ki, onun ailəsində musiqiçilər olmayıb. Lakin musiqi sevərlər. Musiqi həmişə bunlarda səslənib və nənəsinin gözəl səsi var idi, eşitdiyimə görə. Bir də qarmon çalırdı. Və təbii ki, bu mühitdə böyüyən Elza İbrahimova uşaqlıqdan musiqiyə böyük maraq göstərirdi. O seçilirdi, yəni uşaq vaxtlarında seçilirdi. Həmən onun xüsusiyyətləri bizə oxşar bir olmayan xüsusiyyət. Elə bil ki, qeyri-standart bir insan idi, mən belə deyim də. Yəni, bizə oxşar bir insan idi. Tamam belə quruluşu, heç gözləməyirdi quruluşu, yəni inanmaq olmazdı ki, bu xanım, dünyaya gələn xanım insandırmı, yoxsa mələkdir? Elə o mələk kimi də o indiyə qədər qalıb, yəni bəzi adamlar üçün. Bilirsiniz, mənim böyük bacım Leyla xanım idi, o mama ginekoloq idi, həkim idi. Amma anam da mama ginekoloq idi. Atam böyük vəzifələrdə dəmir yolda tanınmış bir məşhur, qocaman bir dəmir yolçu idi. Elza xanım, siz yəni bilirsiniz, o Hacıqabul şəhərində dünyaya gəlib. Konservatoriya girmək istəyirdi, yəni hazırlıq işləri görürdü. Və anam dedi ki, gəl əgər istəyirsən, biz konservatoriya səni yollayaq da. Görür ki, uşağın həvəsi var. Birinci dəfə düşmədi orada, hansısa fəndən kəsildi. Musiqi fənləri döldü, ya tarix idi, ya bilmirəm, başqa bir fən idi, ya rus dili ədəbiyyat idi. Gəldi, belə peşman oldu, dedim, mən bir də gedmərəm oraya. Anam dedim, niyə ki sən gedmərsən? Nə olar indi? Birinci dəfə keçilmişsən, ikinci dəfə də bir prova elə də niyə geri getmək istəmirsən? Sən
o taraftan. Musikiden o kadar yani her şey sen normaldir sen bir de prova. Dedi yok ben gelmem. Dedi ben sen Allah der ben xahiş ederim ikinci defede gene gidersen ben senin için çift paltarı diktirerim. O vakit çift paltar biraz bahalı sayılırdı. Şimdi bilmem indi bahalı sayılmır. Ben senin için onu don şeklinde bir güzel bir paltar diktirelim. Onu bir razılığa saldı Elza Hanım. İkinci defede gedende düştü konservatuvariyada. Mamam da, anam da ne demişti onu da eledi. Konservatuvarda okuduğu zaman biz de o zaman tələbəydik. Konsertlərdə tez-tez Elzanın əsərləri ifa olunurdu. Bəstəkar kimi o özünü çox aktiv göstərirdi. Məsələn, elə bir bəstəkar yoxdur ki, heç olmasa bir dənə mahnı yazmasın. Amma elə bəstəkarlar var ki, yaradıcılığını mahnı janrına əsir eləyiblər və onları biz mahnı janrı bəstəkar kimi tanıyırıq. Məsələn, Tofiq Quliyev, Seyid Rustamov. Mən deyə bilərdim ki, Elza İbragimova baxmayaraq ki, bir çox janrlarda yazıb, simfoniyada yazıb, kamera instrumental, kamera vokal əsərlər. Lakin xalq onu mahnı janrı ilə tanıyır və demək olar ki, o da mahnı janrı bəstəkarıdır və Seyid Rustamov, Tofiq Quliyevin ənənələrini davam edən bir bəstəkardır. Elza xanım hər kəsə nümunədir ki, şəxsiyyət və sənətkar necə olur? Çünki hər sənətkara şəxsiyyət olmaq nəsib olmur və hər şəxsiyyətə sənətkar nəsib olmaq olmur. Bu iki xüsusiyyəti Elza xanım özündə cəmləşdirmişdi. Həm şəxsiyyət, həm də ki sənətkar. Olur ki, mahnı populyar olur, amma bir sənət əsəri olmur. Elza xanım həm mahnıları populyardır, həm də sənət əsərləridir. Yəni bunlar çox nadir hallarda olur. Və təbii ki, artıq aydın məsələdir ki, Elza xanımın mahnıları hər zaman yaşayacaq. Ömür boyu bir ana kimi olub da mən o cürdə. Həm bacım olub, həm ana olub. Mən o iki dənə sinonim bir-birdən ayrılmıram yəni. Böyük bir dayı olub. Bilirsiniz, çox cömert bir insan idi. Mən o ilə qara çörək deyə bilərdim, o bölərdi. Ağ çörək deyə bilərdim. Ürək, bütün yəni o kəsib insanların yazığı gəlirdi. Heç vaxt mən görməmişim o hansısa kəsib adamı yaxınlarsın və o atqaz eləsin. Ya da keçən küçədən bir insan. Bax, nə bilim vallahi, standarta uyğun olmayan bir insan olubdu. Mən Sən yadıma düşəndə adlı mahnını ifa eləmişdim. Özüm də gözləmirdim ki, bu qədər seviləcək mahnı. Ümumiyyətlə, bu mahnını demək olar ki, 90% bizim estradada ifaçılar ifa eləmişdi. Və mən ümumiyyətlə düşünürəm ki, əgər mən bir çox ifa olunan mahnıları ifa eləyirəmsə, bu mütləq ki, seçilməlidir. Yəni, yeni bir tərz olmalıdır, yeni bir nəfəs olmalıdır. Yoxsa bunun mənası olmur. Təkrarlanmanın mənası görmürəm, yəni. Amma bu dərəcədə, yəni, seviləcəyi mən bilməzdim və Çingiz müəllim Elza xanımın qardaşı dedi ki, kitabda da mənə yazdı, Elza xanımın kitabını bağışlayanda ki, bu əsər 40 il öncə Elmira xanımın ifasında doğulmuşdu və 40 ildən sonra sizin ifanızdan yenidən doğuldu bu mahnı, ikinci nəfəs aldı. Yəni, bu böyük bir şərəfdir mənim üçün. Yəni, bu məni çox sevindirir və artıq biz bilirik ki, bu mahnı yəni Azərbaycan musiqi sənətində qalıb və biz onu ifa eləmişiksə, mən onu ifa eləyib və bu qədər sevilib və yeni nəfəs alıbsa, demək ki, mən də bu mahnı ilə birgə yaşayacağım. Bizim evə çox adamlar gəlirdi. Ən böyük bir qonaq, həmişə gələn qonaq, Allah canını sağ eləsin, mənim böyük bacım kimi indi qəbul edirəm. Flora xanım Kərimov idi. Bir ən yaxın bir dost kimi, bir rəfiqən kimi o həmişə gəlirdi. Həmişə
Elza xanımın çox ürəyi açıq, əl açıq bir insan idi. Qonaq gələndə heç vaxt buraxmazdı ki, o. Yəni çaydan başqa yaxşı xörəkləri pişirirdi. Dolbadan başlayaraq borşa qədər. Flora xanım da həmişə dedi, Elza, bir gün borş pişirmişsən yoxsa nə? O dedi, sən istəyən borşu pişirmişəm də. O həmişə ləzzət alırdı. Yaxşı bir, yəni sırf Azərbaycan milli xörəkləri gözəl pişirirdi. Təbiətcə sakit, az danışan və sadəlik sevən Elza İbrahimova heç vaxt zinət əşyalarına maraq göstərmirdi. O hisslərini sözlə deyil, musiqi ilə ifa edirdi. Mən sizə deyim ki, məsələn, onun dostluğu da çox nadir bir insanlarıylandı. Daha çox dostluq eləyirdi Ruxangiz Qasımova ilə. Onlar bir yerdə oxuyublar və hətta bir dəfə Ruxangiz xanım onun mahnısını eşidəndən sonra o Şövkət Ələkbərov oxudu. Dedi ki, Elza, sən görərsən, biz artıq böyük bəstəkar olacaq. Bax, belə bir proqnoz da verdi. Doğrudan da, məsələn, mən deyə bilərdim ki, Elza İbrahimovun populyarlığı heç də, məsələn, Tofiq Quliyev, Seyid Rustamov, Emin Sabitoğlu'dan az deyil. Mən deyə bilərdim ki, bax, belə çox populyar bir, sevilən bəstəkardır. Qapalı insan idi, belə ağır təbiətli insan idi. Həqiqətən də belədir. Hər adamla yəni, təmasla girməzdi. Ona görə yox ki, çəkinirdi adamdan. Yox. Onun elə bir ki, içəridə şua var idi. Elə bir ki, şua ilə o insanın rengən dillər, rengən şualarla o dəqiqə yəni, o hissiyat var da. Çünki siz görürsünüz də musiqidə nə boyda hissiyat var. O da o insanı elə bir ki, rengən eləyirdi. Baxırdı, həmişə mən oxuyanda bəzi adamlarla, uşaqlarla gəlindi. Dedi, o ilə tanış, yəni, dostluq eləmə. Deyirəm, niyə görür? O içərdən yaxşıdır, içərdədir, çürükdür. Belə şeyləri var idi. Ona görə mən ehtiyatla, yəni, mənim yaxın dostlarım demiş ki, mən çalışırım ki, mənə oxşasın da. Yəni, səmimiyyət hər adama qismət olmur, nəsib olmur. Səmimiyyət çox çətin bir məsələdir, insanda olsun. Çürük olmaq olar, ikiyüzlü olmaq olar. Amma səmimiyyət nadir hal oldu. Elza xanım çox səmimiyyətli bir insan idi. O dedi, brilliant taxmaq üçün özü brilliant olmalısan. Bu da onun sözləridir. Brilliant olmaq üçün, brilliant taxmaq üçün özü brilliant olmalısan. Xoşlamırdı. Nə qızılı, nə başqa şey. Həmişə elləri, o sırğıları, zadları var idi, amma taxmırdı. Bəlkə də o taxsaydı, bəlkə artıq bir şey kimi görəcəkdi. Özü qızıl idi. Özü brilliant idi, bəstəkar kimi. Çox sevinirəm ki, mən də Elza xanımın yaradıcılığına üst tutmuşam. Mən də onun mahnılarından ifa eləmişəm. Mən də onun keçirdiyi hissləri ifa edərkən hiss etmişəm. Çünki o xanımın yaradıcılığında, mahnılarında həmişə mən bir haykırtı eşidirəm. Mən bilmirəm o nə ilə bağlıdır. Amma mən o haykırtını duya bilirəm. Bir çox mahnılarında o var. Bəstəkar 24 yaşında professor Adil Ələkbərovla ailə qursa da, bu evliliyin ömrü uzun olmur. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlir. Uşağın bir yaşı olmamış onlar ayrılırlar. Yaşadığı bu uğursuzluqdan sonra sənətkar bir daha ailə həyatı qurmur. Bilirsiniz, bu biraz o düzgün informasiya yazmayıblar. O ilə yəni həyat quran insan ondan böyük deyildi. 2 yaş böyük idi, o böyük sayılmaz ki. Onu kim deyib ki, çox böyük idi? Özlərindən bu uydurmalardır. Mən indi qardaşım, mən yəqin ki, onlardan dəqiq bilirəm. Yəni, böyük idi, yoxsa kiçik idi. Amma çox yaşamayıb. Bəlkə heç bir ildir uşaq körpə idi, yəni ayrılanda. Ondan sonra Elza xanım ailə qurmayıb, heç vaxt. Biraz bəlkə bu deyən söz düz alınmaz, amma elə bir ki,
maşının o detalları var, hissləri. Hər bir maşının öz adı var da, porşunları var, başqa şeyləri var. Başqa bir porşun orada işləməz, qoysa doğru. O xəssiyyətləri tutmadı. İki dənə yaradıcılıq insan yəqin ki, çətin məsələdir, normal yaşasın. Elza İbrahimovanın qızı Zəhra xanım yaradıcılığa maraq göstərsə də, anası onun bu yolu getməsini istəmirdi. 10-cu sinif deməli, musiqi məktəbdə oxuyub qızı. Sonra davam eləmədi, qoymadı. Anam dedi ki, səni qoymuram ki, sən o istiqamətdə gedərsən. Mənim üçün bəsəliyibdir bu ağır yolu. Sən niyə əziyyət çəkəcəksən? İkincisi, bəstəkar olmaq siz elə bilmirəm ki, o qədər asan işdir. Mən də piyanonu çalıram. Siz mənə sorarsanız, çünki mən bəstəkar kimi bir problem bildim, xeyr. Orada fitri istidad olmayanda orada heç yaxın durmamalıdır. Üç badam bir qoz, mən yəni heç o söz özümə sıxışdırmaram. Amma üç badam bir qoz yazmaq üçün yüzlərlə adam taparam, özdə bəstəkar adı da, yəni özləri, yəni bəstəkar deyirlər. Xeyr, bu bəstəkar deyil. Bəstəkar olmaq üçün böyük bir məktəb tutarmaq lazımdır. Musiqi nəzriyyəni bilməlidir, harmonik dili bilməlidir, polifonik dili bilməlidir və xeyr və ilası. Ona görə Elza xanım qoymadı qızı, davam eləsin. Dedi, mən o ağır seçdiyi yol, sən o yollara düşməyəsən. O da həkim olub, fərqləmə diplomla qurtarıb, AMİ deyirlər, Azərbaycan Medinçisinin. Elza İbrahimova pop kralı Michael Jacksonu özünə kumir bilirdi və ona Requiem həsr edib. Mən açığı deyim, heç bilmirdim, yəni heç vaxt o barədə soruşmurdım. Mən üçün təəccüb qalmışdım, nə cür bunun. Elə bir ki, mənim üçün elə bir ki, bir sir idi, bir gizlin bir şeydi ki, mən bilmirdim. Ne boyda sevgisi var bu müğənniyə, bu sənətkara. Təsirin altından düşmüşdüm. Kumir kimi hoş, çok güzel onu yani. O da nadir, dünyaya gelen bir nadir bir insan idi. Yani ona göre təsirin altında qalan bir bəstəkar vaxtıyla o dünyadan köçəndən sonra o hemen Michael Jackson'a Requiem əsərini yani onun bəxş eləmişdim. Elza İbrahimovanın Qarabağ faciəsinə həsr etdiyi Yanan Laylalar operası opera və balet teatrının səhnəsinə yol tapa bilmirdi. Dəfələrlə Mədəniyyət Nazirliyinə və teatr rəhbərliyinə müraciət olunsa da, bu əsərin səhnələşdirilməsinə cürbəcür bəhanələrlə imkan verilmirdi. Çoxları bunu paxıllıqla izah edirdi. 30 il Elza İbrahimova o əsərin səhnələşdirilməsini arzulasa da bu reallaşmır. Bu məsələdən sonra Elza İbrahimova ciddi sarsıntı keçirir və səhhətində problemlər yaranır. Həsrətində qalmışdı 30 ilin ərzində. Bilirsiniz, böyük bir problemlər olub qabağında və o çox istəyən bir əsəri Azərbaycan xalqı bəxş eləyən Yanan Laylalar adlanan, Yalan Beşiklər adlanan əsər. Allah qoysa inşallah Elza xanım da görməsə yəqin ki bu nəsillər görəcəklər. Onun da ruhu şad olmaq üçün. O ürəyin haykırtı ilə yəni görmək istirdim də. Ürək ağrısı ilə onu görmək istirdim. Görə bilməyib əlbət. O reallaşmayıb da. Bu dünyadan Qarabağ faciəsi ilə nə qədərdir? Sizin xəbəriniz var da libretanın. Həsr olunun Qarabağ faciəsinə. Özdə o illərə yazıb. Sözdə bir şey də sualsın. Elza xanım elə çox
Azərbaycan torpağına bağlı bir insan idi. O xaricə getsəydi çox varlı adam ola bilərdi. Çox. Orada birdən Titanic yazan müəllifə 1 milyon pul veriblər, dollar. Titanic, İnşallah 3 tane 4 tane əsər də orada. Elza xanım isə 12 tangonun müəllifidir. Birinci dünyaya getirən Azərbaycan bəstəkarı Elza xanımdır da. Ondan qabaq tango yani birincisi icazə verməyən bir janr idi. O borja bir əhəngi verən bir janr idi. Ona görə onu heç kəs cürət eləməzdi tango yazmaq. Ömrünün son günlərinə yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəmir. Xalq artisti 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Birincisi depressiya bu bəzi adamlar onu elə bir ki dəbdə olan bir söz kimi qəbul edirlər. Amma depressiya çox bir şeydir. Depressiya insan düşəndə oradan çıxmaq olduqca çox çətindir. O elə bir ki şey olur, əsarətə düşür elə bir ki, plenin üstündə düşür. Ona görə çıxa bilmədi oradan. Elza xanım o depressiyadan çıxa bilmədi. Biz də çalışmışıq ki ona opera onun üçün zərbə olmuşdu, açaq, elə deyək də. Biz də çalışırdı ki çıxa bilsin. Heç cür alınmadı. Elə bir ki əsarətə alındılar belə hər tərəfdən. Və axırıncı ay təxminən hər şeydən imtina elədi. Nə çörək, nə söz atmadı. Ona görə bəzi adamlar elə rahatca o söz deyirlər depressiya. O ən qorxulu bir, mən canlı şahidim və ən qorxulu bir xəstəlikdir. Biz bacımın yanında saat, qızı da oradaydı, xəstəxanadaydı. Saat 12'də mən hər gün gedirdim. Yəni fevralın yəni soyuq havada mən elə ayaqdan maşın zad yox idi saat 12'də. Balnisadan çıxmışdım. Mərkəzi xəstəxanasından çıxmışdı və ayaqla Azadlıq prospektindən evə gedirdim bir elə Şuşa restoran tərəfə. Belə çəp yolla, 2 diz buzun üstündə, yəni belə yavaş-yavaş gedirdim. Təzə də normal idi, mən rahat reanimasiyadaydı axırıncı. Qız da yanındaydı, orada palatadaydı. Gözləməyən yerdə səhər belə bir xəbər gəldi. Mənə açıq deməyəm, qız zəng eləmişdi. Mən həmişə, indi də səhər ya lap gecə kimsə zəng eləyəndə ürəyim titriyir yəni, qorxuya düşür adam. Yəni mən qorxulu adam deyiləm, amma mənim xoşuma gəlmədi bu səhər 6'nın yarısında mənə niyə zəng gəlir qızı. Yəni dedi ki, gəl də, deyirəm, nə olub ki, heç nədir, gəlmir. Gedəndə axıranlar məni tanırdım, balnisa gedəndə, security'lər, axıranları. Görürəm, həmişə salamlaşırdın. İndi də salamlaşırlar, amma gözün içində baxmırlar. Mən keçəndə gözün içində baxa bilmirlər. Mənim üçün belə təəccüb aldı bu niyə görə. Sonra hiss elədim ki, niyə görə baxa bilmirlər. Bu 12 il ərzində bəlkə həmən o Rael, ifa eləyən Rael'dir. O yaxın durmamışam. Bəlkə bir dəfə elə belə ürəyim istəmir. Mənim üçün. Elə bir ki, mənə zad olur. Elə bir ki, məngənin içində düşürəm mən. Ona görə getmirəm yaxın. Baxıram şəkildə hər şey. Amma ağır gəlir. Bu da mənim ürək ağrısı bir yerdir. Yəni mən təki mənim yox. Ailə üzvlərin, qonşuların, xalqın və Elza xanım yaşadığı bina mən bu Şuşa restoranında olan bir yer gözəl bir işlər görülüb orada. Həmən Derjenski adlanan parkda
Hemen Elza xanım yaşadığı binada, Təbriz köçündə. Yəni çox gözəl bir hala gətiriblər. Elza xanım yaşadığı binada 39-cu ildən biz orada yaşayırıq, atam. Yəni o binada yəni yaşayıb, anam yaşayıb. Elza xanım bütün, yəni mən də indi bir yazıcılıq gülşə kimi qalıb. Elza xanımın instrumenti de oradadır. Amma indiyə qədər orada memorial lövhə qoyulmayıb. Binada yani bu 2 ayın ərzində super, yani yüksek seviyede bir remont ediblər, damları da təzələyiblər. Belə baxanda çox böyük bir məbləğ, yani olmayan bir iş göl yaşadığı binada, bəstəkar yaşadığı binada onun memorial lövhəni qoyulmaq, baryef mi belə adlanan. İkincisi, bu bir qırağa qoyaq. Elza xanım hemen o Dzerzhinski adlanan parkı, 32-ci ildə o park qurulub. Bütün onun həyat uşaq illəri, yəni cavanlıq, dərslə, o hazırlamaq, görməyi, o hemen o gözəl Gülşədə, indi Gülşədə orada restoran zat, izi tozu da yoxdur. Gözəl bir yerdir. Çox gözəl olardı, məndən soruşurlar. O parkın adı da Elza xanımın parkı, adı daşısın. Dedim, siz gözəl təklifimi vermişsiniz, amma indiyə qədər deyirəm, memorial lövhəni yoxdur. Mən o parkın ikinci məsələ düşürsək, mənim ağlına bəlkə gəlməzdim. Mənim ən ağrısı bir şey, onun lövhəsi də orada qoyulsun ki, bilsin ki, bu bütün şedevr əsərləri o binada yaradıb. Bizim xahişim odur ki, onun yaşadığı binada o lövhə gözəl indi remont edən binanın üstündə öncədə ona ait bir, onun pagona layıqlı bir memorial bir lövhəni qoysun. Parkda da bir hərəkət, orada da bir hərəkət eləsə, o da lap yaxşı olardı o xanım bəstəkar üçün. Çünki mənim bacım kimi yox, o dünyada tanınmış bir insandır. O Azərbaycanın fəxrimizdir.